ruhun libası günahlar deyil. Görün necə yaraşır kamil insana. Biz insanlara yaraşan budur. Baxın, ruhun libası günah deyil, xarlıq deyil. Ruhun libası fəzilətdir. İnsana yaraşan fəzilətdir. İnsan və fəzilət iki söz bir-birindən necə gözəl yaraşır. Fəzilət. Elə bir ki, öz ölçümə uyğun olmayan, özümdən böyük və ya özümdən kiçik gedib mən bir dənə köynək alıram. Yox, sənin libasın deyil axı. Sənin öz libasın var. Uşaq libasını götürüb alıram, geyinmək istəyirəm. Uşaq libasını götürüb almaq olar. O necə geyin? Sənin ruhu deyil axı. O günah, rəzalət sənin ruhunu deyil, sənin ruhunun libası deyil. Məcbur geyindirmə onu. Çıxar kənara, sənin ruhunun libası deməli fəzilətdir. Fəzilət, Rəhmanır, Rəhim, Şafi və s. bu kimi gözəllikləri özündə əks etdirməkdir. Sənin libasın şafi olmaqdır. Allahın şəfa verən isminin təcəllisi olmaqdır. Sənin məsələn deməli libasın Rəhman olmaqdır, Allahın Rəhim olmaqdır, Allahın o Rəhim isminin təcəllisi olmaqdır. Yəni sənin libasların başqadır. Başqa libaslardır. Sən bura bəndəliyə, kamil insan olmağa gəlmirsən. Yoxsa günah həqiqətən də məndən çox kiçik bir şeydir, amma gəlib mən günah edirəm. Bu yəni həqiqətən bir insanın